Qadın istərsə hər şeyi bacarar, çünki qadın güclüdür. Qadın məqsədə çevirdiyi hər bir arzusunu gerçək edə bilər. Çünki qadın əzmkardır. Qadın ən məhdud çərçivələrdə belə yeni ideya düşünüb yenidən başlaya bilir. Çünki qadın yaradıcı və qətiyyətlidir. Qadın evində ideal ana, işində də mükəmməl olmağı bacarır. Çünki qadın ən çox da fədakardır. Qadın bəzən bir arzudur, bəzən də bu arzunu gerçəkləşdirən bir sehr. Qadının bunlardan hansı biri olması ona bəslənən sevgi və sayğıdan asılıdır. Qadın güclüdür. Amma bəşəriyyət güclü, həm də xoşbəxt qadınlar sayəsində güləcək.